Salam əziz, gözəl, dəyərli izləyicilər. Bugün sizə dilək proqnozunu bildirmək istəyirəm əzizlərim. Rəbbimin nuru, bərəkəti üzərinizdə olsun. Ürəyinizdə tutmuş olduğunuz niyyətlərlə əlaqəli göz aydınlıqları sizlərə nəsib eyləsin Allahım. Hər şey könlünüzcə, ürəyinizcə olsun əzizlərim. Gözəl insanlar yolunuza çıxsın, sevinəsiniz. Allah Taala o pis insanları ətrafınızdan uzaq eləyib yaxşıları sizə yaxın gətirsin əzizlərim. Bugün də 2 fincandan birinin diləyini tutun əzizim dilək proqnozunda. Bu birinci fincan, bu ikinci fincan. Birinci fincanın niyyətini tutanlar üçün niyyətinizə görə fincanımızı açaq əzizlərim. Bax, əzizlərim, enerjiniz biraz düşmüş kimidir. Elə bir sıxıntılarınız var. İşlə də, sağlıqla da bəzilərinizin narahatlıqlar var. Elə bir maddiyyatla bir tərəfdən düzəldirsiniz, mənəviyyat pozulur. Mənəviyyatı düzəldirsiniz, maddiyyat pozulur. Vaxtı ikən çoxuna o qədər yardım etdiniz ki, amma indi baxırsan ki, ətrafında bir dostum qalmamış. Bu nədəndir? İki üzlü, üzü maskalı insanları ələkdən keçirdiniz, uzaq oldunuz. Amma sizin nəsib qismətinizi bağlayan biriləri var. Çünki hər şeyə möhtac olasınız, yollarınız pis olsun. Düz yenə deyirəm, buna vurğulamaq istəməzdim. Həmişə istəyərəm ki, yaxşı yozam sizlər üçün əzizim. Amma bəzən belə bir şeylər çıxır ki, məcburam deyəm ki, təmizlik işləri eləyəsiniz özünüz üçün. Elə bir ki, sevginiz biraz boşa çıxmış, bir sevgiyə tutula bilmirsən, üzərində bəzi tıxanmalar var. Gələcəklə əlaqəli bir xəbər eşidəcəksiniz, zehnin hey doludur. Birdən-birə bir ağırlıq, kövrəklik gəlir sənə. 15 gün içində biraz toparlanacaqsan. İşlə əlaqəli gözəl xəbərlər eşidəcəksən. Yüksəlişin ola biləcək, iş yolun açılacaq, yeni səhifə açırsan. Çünki dövlət qapısından fərəhli xəbərlərin ola biləcək. Ürəyin bir tərəfi aydınlaşır əzizim. Zehnində qurduqlarım var. Baş ağrılar bəzən olur, tez-tez baş ağrılar olur. Bəzən ruzu qapılarım bağlanır, anidən yavaş-yavaş açılacaq, əngəllər qalxacaq. Qarşılıqlı bir duyğu yaşayırsınız. Arxa plana atıb düşündüklərim var. Bəzi şeyləri dəyişdirmək istəyirsən. Planlı işlər görəcəksən. Birindən qurtarmaq üçün yəni mən deyəndən uzaq olacaqsan. Güvəndiyin biriləri var ki, çox güvənirdin. O insanın sirləri açılacaq. Bu iyun ayında biraz çox darala bilərsən. Bəzi xərclərin çıxa bilər. Kəskin qərarlar alacaqsan. Biriləri sizi yeməyə dəvət edə bilər. Evmi, maşınmı alıb sevinə biləcəksiniz. Maddiyyatla əlaqəli ailədən bəzisi, ailədən biriləridir, bəlkə də qohumdan biriləri də istifadə edir. Hətta huzuruna qısqanan biriləri var. Elə vaxt biləcəksən ki, sənin elə bir huzuruna qısqanan insanı fəqət işdən keçə bilər. Biraz əsəbləşmə. Bəzisindən uzaqlaşa bilərsən. Dövlət dairəsindən xəbər, gözəl, sevincli bir xəbər. Uzun zamandır gözlədiyin, həll olunmamış bir işin həll oluna bilər. Şükür edən insansan, şükür edəcəksən. Çox şeylər atlatdın həyatda. Yəni, bax, ortada bəzi əngəllər var. Ailədən biridir, öz kefinə baxandır, özünü düşünən biriləridir. Onun egosunu ayaq altına ala bilərsən. Bir mübahisələr ola bilər, kəskin söhbətlər. Arxanı bax, ona dönəcəksən. Səndən aralı olan, məsafəli olan biriləri getmiş, geriyə dönə bilər, geriyə gələ bilər. Çünki onun ürəyində, könlündə sən varsan. Könlünə, ürəyinə heç kimi ala bilmədi. Yəni, vaxtında evliliyə belə doğru getdisə evlənmək istəmədi, amma indi evliliyə doğru gələ bilər. Ya bir sevgilin varsa sevgilin geri qayıda bilər. Axşam çağına bir sevincin, yəni toran vaxtda sevinə bilərsən. Təəccüb edə bildiklərin ola biləcək. Darıxma, bir yol çıxır sənin üçün. Bəzi şeylərə boş verdiyini görəcəksən. Bəzən başqalarını düşünürsən, özünü düşünmədiyinə görə həmişə yəni mutsuz, xoşbaxt olmamısan əzizim.
Nəsib qismətinizi bəzilərinizin bax tıxanıqlı, bağlı. Biraz açdırın əzizim, yəni bilən dualarla, zikirlərlə. Bəzi tıxanıqlıq sənin sevgilinə də, evliliyinə də, bəlkə də subaysansa şəxsi həyatına da təsir edə bilir. Ailə tərəfdən dəyər qazanacaqsan, dəyər olacaq sənə, yəni dəstək oluna biləcək. Uzaq yolun var, kənd kimi, rayon kimi bir yolun var, ağaclı bir yola getmək istəyirsən, sevdiyin insanla getmək istəyirsən, bərəkət gözləyirsən, bəzi insanlar sizi manipulə edə bilər, aşağı çəkmək istəyə biləcək. Bəziləri də səni dolduruşa gətirmək istəyəcək, diqqətli ol. Bəzən ikiləmdə qalırsan. Bir məsələ ilə əlaqəli bir əlində toplu bir əmanət var. Bəlkə də iş fürsətinə bir addım ata bilmək istəyirsən. Gözlədiyin şans oyunundan da sənin əlinə pul gələ bilər, bəzinizə hamıya aid deyil. Bəlkə də gözləmədiyin anda gələ bilər əlinə maddiyyat. Biraz maddiyyat sıxıntıları var, onu da çözəcəksən. Birindən sizə gözəl bir yardım deyə bilər. Qan bağınla bir mübahisə edə bilərsən. Bir qadından, yəni zəfəri sən qazanırsan, bir qadından haqqını ala biləcəksən. Çox şeyləri arxada qoyub getmək istəyəcəksən, içinə atmayacaqsan artıq. Çünki atdıqların oldu, bəsdir. Mədə, diş ağrı, baş ağrılar, bax bunlara biraz fikir verginən. Bir nəfərə 40 dəfə bir sözü deməkdən yoruldun. Artıq deyirsən, kim nə edir etsin. Hər kəs öz başının çarəsini tapsın deyəcəksən. Əsəbləşə bilərsən bu aralarda, bu 2 ayın içində. Biriləri sizdən üzr istəyəcək. Biriləri hədiyyəsi ilə qarşınıza gələcək. Çox sevinəcəksən. Bir nişan, bir nigah ola bilər və tarix qoyula bilər. Düzdür, düşməniniz var, bunu bilirsiniz də. Hətta çox əziyyətlər çəkdiniz, çox ziyanlıqlar gördünüz. Hətta ailə sirlərinizi belə öyrənib bilənlər, yəni düzdür, elə bir qorxulu bir şey yoxdur, amma yenə də insanın içində elə bir sirri də ola bilər ki, o sirlərinizi yaya bilərlər. Amma o insanlara vaxtıkən o qədər yaxşılıqlar etdiniz ki, ancaq qədrinizi bilmədi, əlinizin duzu yoxdur, bax. Bir söz söhbət ola biləcək və ya olmuş bəlkə də üzüntüləriniz var, ürək qırıcı sözlər olmuş və ya ola da bilər. Enerjinizi tükədən oldu əzizim. Evliliyin narahatlıq verən 3-cü şəxslər oldu. Haqq etmədiyini bəzi insanlara kəskin kəlmə işlədəcəksən və ya işlətdiyinə görə sevinirsən ki, yaxşı ki dedim. Qarşı tərəfdən ya ətraf tərəfindən uzadılan bəzi məsələlər olmuş. Gözlədiyin bir insan var, ciddi söhbətlər ola biləcək, səssizlik var ortalıqda. Sən elə bir içindəki o səssizliyi poza biləcəksən, biriləri bağışlanmağını istəyəcək sizdən, şans verəcəksən, amma yenə də sıxıntıyla. Yəni, yenə də səndə günah tapır ki, yəni ortada olan ya evliliyimi, ya sevginimi səni günahlandıracaq. Yəni, sevgini sən məhv etdin, amma öz üzərində günahı tapmır. Ona görə də çox düşünəcəksən dərindən ki, bağışlayıb bağışlanmamağı. Bax, burada bir qonşunun ağırlığı sizə çox təsir edir. Hətta o qədər maraqlanır ki, evə nə aldı, nə gətirdi, əlində dolu mu gəldi, boş mu gəldi. Hər şeylə maraqlanan bir yaxın qonşun var sənin. Bərəkətsizlik, biraz ruhsuzluq səni çox yordu. Ətrafında bir boşluq istəyirsən bəzən. Artıq o qədər insanlara güvəncin itib ki, yaxın bir dost baxırsan yoxdur. Çoxu çıxaracaq üçün sənə yaxındılar. Artıq sən gələcəyi düşünürsən, maddi mənəvi problemlər bitəcək yavaş-yavaş. Övladın varsa övlad var, ya ailə vəziyyətinizə göz nəzər dəyənlər var, ağırlıq var, çünki evdə yoxsuzluqlar. Hətta bir şeyi hara qoyursan tapa bilmirsən, əsəbləşirsən, biraz yaddaşsızlıq. Amma aydınlanma ola biləcək. Bir şeylər tərs gedə bilər, siz üçün keyfiniz pozula bilər. Kürəkdə anidən ağrılar, keçici ağrılarda, amma yenə də həkimə müraciətinizi edin. Göz aydınlığı, yeni həyata yeni bir səhifə açmaq istəyirsən, gözləri yumru, qaşları qalın, dodağı orta, nə nazik, nə qalın. Onun sizə tərəf geri dönüşü ola biləcək. Bəzi səhvləri oldu, sıxıntıları da var. Bu dəqiqə onun işləri də düz getmir.
adında A, L, F, S hərfi yolunuz çıxır birilərindən, bəlkə də bir evlilik qurmaq istəyəcəksiniz, bəlkə də birindən istədiyindən bir yola çıxmaq istəyəcəksən, qaranlıqdan aydınlığa çıxırsan, kimi qəlbində tutdunsa, ürəyində tutdunsa, ondan ailə qurmağı düşünürsən, bir peşmançılıq, birinin peşman olub geri qayıtmağını gözləyirsən, bir dəlil, bir subut axtarsan, ipucu axtarsan. Amma hər şey günlərin üzünə çıxacaq, əzizim. Gizli heç bir şey qalmayacaq. Çünki burada bir pərdə açılır, pərdə aralanır. Biriləri ikinci ailə qurmaq istəyir. Birinci ailəni itirdinsə də onu çox düşünürsən. Bir maşın məsələsi, alma satma məsələsi, açar alırsan əlvə, keçmişi çox düşünürsən, için burulğan kimidir, buruq kimidir. Amma həyat sənə şans verəcək, kainat sənin üçün yollar açacaq, dəyərləndiriləcəksən. Bəzi məsələləri, mühüm məsələləri həll edəcəksən. Bax, ruzuya görə biraz sıxıntıların var, darıxırsan, sıxılırsan. Bax, pul əlvə gəlmək üçün ruçka, qara rəngdə ruçka alın, bax. Bax, burada mən yazım, burada 5 dəqiqə. Bax, bir vərəq alırsınız, əzizim. Belə bir üçgənc şəkil çəkirsiniz. Nə qədər pul istəyirsiniz, nə qədər belə deyirəm ki, götürüb 20 min, 30 min yazarsınız, xeyr, elə yox. Yəni, bu təcrübədən çıxmış az pulla. Yəni, 500-ə qədər ala bilərsiniz, 1000-ə qədər. Ondan artıq bu ritual işlənməyəcək. Götürürsünüz, məsələm üçün yazdım, 300 manat. Sol tərəf, bax, bu tərəfim sol tərəfdir. 300 manat. Yuxarıda yazırsınız, məsələn, kirədə qalan, bəlkə də kirə pulunu verə bilmir, darıxır, sıxılır. Yaz ki, üçgəncin başının üstündə yazsan ki, borc vermək. Bax, burada 300 manat yazdım, məsələn, burada borc vermək yazdım. Burada da sevindim. Sevincimi bildirirsən. Amma burada üçgəncin içində yazırsan, doldurursan axıra kimi. Mən bunu aldım, mən bunu aldım, mən bunu aldım, mən bunu aldım. Axıra kimi yazırsan bu sözləri. Yazdınız mı? Sonra bunu bax, belə rolon kimi, əzizim, bax, belə rolon eləyirsiniz. Sigaret rolonu kimi, üzr istəyirəm. Bir yaşıl ip götürürsünüz. Yaşıl ipi götürüb ortadan bax, beləcə fırladırsınız. Bağlayırsınız. Bax, belə bağladınız mı? Bax, belə. Bax, belə bir vəziyyətdə 7 gün başının altında saxla qalsın. 7 gün. 7-ci günün tamamında səhər götürürsən, üzərinə ya pesok, şəkər ya da bir dənə qəndi qoyursunuz. Aparırsınız çoxluq olan yerdə, bazar kimi yerdə çoxluq olan yer, bankda çoxluq olan bir yer, mağazinin qabağında çoxluq olan bir yerdə bir klokun içinə beləcə qoyursunuz, qəndi də bükürsünüz beləcə. Bir yerə küncə orada atırsınız, qaydırsınız evinizə, əzizim. İnşallah ki, hardansa gözləmədiyiniz yerdən də əlinizə pul gələ bilər, əzizim. Bir şeyləri eşidib pis ola biləcəksən. Biraz bəzilərinizin ödəmələri var. Bəlkə də ödəmələriniz çoxdur. Çox sıxıldın, əzizim. İçində bəzinizin qorxular var. Neysə itirməkdən qorxusu var. Amma ilahi ədalət siz tərəfədir. Öz işinə baxacaqsın, əzizim. Öz işinlə məşğul olacaqsan. Uşaq, övladınız varsa, övladınızın problemləri var. Onun problemlərini həll edəcəksiniz, ya ondan bir xəbər ola biləcək və əsgərlikdə övladınız varsa ondan bir zəng ola bilər. Bir şeylərə baxmağa gedəcəksən, bir tıxanıqlıq var. Ailə içində bir ertələnmələr ola biləcək, sıxıntı, ağırlıq, nəzər. Bax, yenə də deyirəm, çıxır. Bax, inanın ki, qohumlar arasında, düzdür, qohumların hamısı elə deyil, amma qohumlar arasında sizə dedikodu edənlər, bəxtəvərçilik verənlər, danışanlar var. E hərfi, C hərfi, R, S, T, N hərfi, bax, çox mücadilələr etdiniz. Çünki sizin huzurunuzu pozanlar oldu. Elə bir öz həyatın üçün savaşırsan, onları uzaq edəcəksən, tanıdıqca insanları, pis insanları ətrafından uzaq edəcəksən. Çox tıxandın, çox yoruldun. Çox şeylər sizə məlum olacaq, hiss edəcəksən. Qara buludlar üzərinizdən gedəcək. 41 günəmi, 41 həftəyəmi yaxşı bir xəbərlər, yaxşıya gedən işlərin ola biləcək. Ya işin yoxdursa bəzilərinizin iş axtarırsınız. Birindən sizə bir xoş xəbər gələcək və ya CV-dən bir xəbər gələ biləcək. 3 ayamı, 3 həftəyəmi bir telefon zəngi ilə bir işiniz düzələ bilər, əzizim. Çox qabiliyyətli, saf, əli açıq insansınız. Özünə güvənin olsun. Bəzən özünə güvənin olmur.
İki qadına diqqət et. Birinin dalğalı saçları var, biri də qısa boyludur. Biraz onlara diqqət et. Xəbər aparıb xəbər gətirirlər. Bir üzləşmələr ola bilər. Səbr eləyin. Siz səbr elədikcə siz öz istədiyinizə nail olacaqsınız əzizim. Bir vaqon yolu da var. Harasa bir vaqonla getmək istəyəcəksiniz. Sevdiyiniz insanla mı, ya bir gəzintiyə, bir səyahətə çıxacaqsınız. Diqqətinizə görə var olun, sağ olun əzizlərim. Allah Taala həmişə üzünüzü güldürsün, heç vaxt neyinim deməyəsiniz. Allah bütün işlərinizi, hər bir işlərinizi həyata keçirsin. İkinci fincandan başlayaq niyyətini tutanlar. İkinci fincanın niyyətini tutanlar üçün niyyətinizə görə açaq. Niyyətiniz qəbul olsun tezliklə. Nə diləmisinizsə ürəyinizcə olsun əzizlərim. Bax görürsünüz ki, muradınıza çatacaqsınız əzizim. Birinci fincanın diləyini tutanlar. Biraz diqqətli olun. Bax, ticarətlə, bizneslə məşğul olan, o sahədə məşğul olan, biraz toparlanmaqla məşğul olacaqsan. Biraz işinizdə durğunluqlar var. Bəziləriniz də torpaqla işləyirsiniz, əkin işlərinə. O qədər zəhmətkeş insansınız ki, göz nəzər sizdən uzaq olmur. Dərindən bir iş görmək istəyirsən, ürəkcə bir iş görmək istəyirsən, o dəqiqə bir əngəl çıxır ortaya. Tam bağlanmamış bir dəftər var. Ona görə də çox dəqiq qərar verməyə olacaqsan. Biraz sıxılmısan. Verəcək alacaqların var. Durğunluq olsa da, yəni bu durğunluq keçib gedəcək əzizim. Ürəkdən dua edirsən, könlündən dua edirsən və ailədən biriləri çox ürəkdən dua edir. Bəlkə namaz da qılır, bax, Quran kitabı da bilmirəm, bədii kitabdır mı, neysə bir kitab oxuyur. Siz çox vaxt ailəni bir araya toparlaya bilirsiniz. Bax, evinizə də yavaş-yavaş ruzu qapıları evinizə açılır. Biraz için bağlanmış, qapanmış kimisən özvə. Yeni iş yeri görsənir, bəlkə də işləyirsiniz, oradan çıxıb başqa bir yeni işə getmək istəyəcəksiniz. Bax, dualı bir gəlin çıxır elə bir. Bir sevinciniz. Birini tapmışsınız, deyirsən ki, səni bir daha buraxmaram və ya sənət kimsə deyir ki, bir daha səni əlimdən buraxmaram. Hələm əlimdən buraxmaram səni. Səni çox çətin tapdım. Bax, əlvə pul gəldikcə də bir əlvə gəlir, bir əlindən gedir. Çox xərcləyirsən. Ailədə övladındırsa, çox özünə qapanaraq tənhalığı, sakitliyi çox sevir. Çox insanlara diqqətdən, nəzərindən keçirəcəksən. Çoxuna məsafəli olmaq görəcəksən sənin xeyrinədir. İşlə, güclə əlaqəli birilərlə qarşılaşa bilərsən. Biraz seçicilik olacaq səndə. Qazanan sən olacaqsan əzizim. Qarşı tərəfdən biriləri, bəlkə də ondan tanış olmuşsunuz, çox düşünürsən, neysə inana bilmirsən, güvənə bilmirsən. Çünki onun evli olduğunu düşünürsən. Bəlkə də ailəsi var, amma ayrılmayıb. Ya qadın, ya kişi fərqi yoxdur. Ya sən arvadından ayrılmamısan, ya o ərindən ayrılmayıb. Bu sevgini buraxa bilmirsiniz, amma ortalıqda bir şey, yəni başınız ağrıya bilər bu sevginə, mən deyərdim. Etdiyin səhvlərin də fərqindəsən. Gələcəklə əlaqəli bəzi narahatlıqlar var, huzursuzluqlar yaradan bir qadın var. O qadın sizi şərriyə də bilər. Sizi pisləyərək, sizin yanınıza başqa danışır, başqa yerdə arxanızcan başqa danışır. Arxandan quyunu qazanlar var. Bax, 3 qadın bir arada söhbət edirlər. E hərfində adam elə bir sənə bir dəstəyi də ola bilər, amma necə dəstəyi ola bilər? Gah yaxşı olur sənə, gah pis. Dualar edirsiniz. Elə bir ki, zehnində, beynində suallar var sənin. Amma onun cavabını da alacaqsan. Həkim məsləhətidir, ya özün artıq yürüyüşə başlamısan, axşamlar yürüyüş edirsən, təmiz havada gəzirsən, daha da huzurlu özü hiss eləyəcəksən. Bəziniz idmana yazılmışsınız, sizin xeyrinizə ola biləcək. Bəzi yükdən qutaracaqsınız, böyük sürprizlər var, sevinəcəksiniz. İstədiyin açarı alacaqsan, karyeranla əlaqəli irəli gedəcəksən.
4-5 həftə içində elə bir kefin yerinə gələcək. Gələcəklə əlaqəli beynini rahat edəcəksən. Məsəl var, təpəvə çıxartdığın, qudurtduğun insanlar var həyatında. Bir şeyləri artıq dəyişmək istəyəcəksən. Həyatınızda bir darlıq içindəsən bəziləriniz. Uzun yolun var, sevinclərin olacaq əzizim. Biraz düzdür, narahatsan, amma anidən də 3 qonağın gələ bilər sizə, 3 nəfər sizə qonaq gələ bilər. Gənc biriləri üçün çox darıxırsan, bəlkə də işinlə, gücünlə, ya bu aya, ya gələn aya bir iş tapacaqsınız, ya bir iş təklifi ola biləcək. Bir kişi sizi çox düşünür, amma inatçı biridir. Onun inadını qırıb özünə tərəf gətirə bilmirsən. Qohumdan gözlədiklərin var, 20 gün sonra bir yola çıxacaqsan. Ayrılığa görə içində bir qorxu var. Gözəl amma gəlişmələrin ola biləcək, haqqın olan dönəcək sənə tərəf. Bir qadını görməyə gedəcəksən. O sizə çox huzur verəcək. Evdə biriləri çox inatkardır, inatçıdır, dediyim dedikdir. Həyat sizin önünüzə çox şeyləri sərəcək, hələ çox şeylər də gördünüz əzizim. Bir işlə əlaqəli güvənin yoxdur orada. Çevrə, ətrafında çevrəndə birilərinə qarşı biraz geri çəkilmisən. Evlilik təklifi bəlkə də gəldi, sizə qəbul edə bilmədiniz. Çünki əvvəlki bəlkə də sevdiyin insanla yarım qaldı, ya evliliyin yarım qaldı, yaraların var içində, rahat yaşaya bilmədin. Biriləri uzun sürədir gəlib sizdə mi qalır, tez-tez mi gəlir qalır, düzəninizi pozur. Elə bir xətrinə deymirsən. Çox vaxt içvə atırsan, qırmaq da istəmirsən. O da biraz bilsiz necə insandır. İnsan var düşünür ki, mən bu insana huzursuzluq yaradıram. İnsan var ki, sırtıqdır. Elə belə də lazımdır. Belə insanlar da var əzizim. Gənc ailədən gənc birilərinə, təhsilinlə, kursunla, sənətinə əlaqəli bir yol göstərəcəksən və ya yol göstərirsən. Ailədə sağlam bir təməl üçün uzun bir planlar quracaqsan. Dəyməz deyərək bir hesab aparacaqsan. Huzursuzluqlar, şanssızlıqlar, bir anda da soyuqluqlar, göz yaşları, sürekli tez-tez əksikliklər yaşanır elə bir. Elə bir nəzərin əlamətlərini yaşayırsınız əzizim bəziləriniz. Bir enerji elə bir ki, sizin boğazınızı tutur, içini sıxan məsələlər. S, Q, R hərfi, bir də E hərfi, bax Ş hərfi. Bir şeyləri hiss edirsiniz. Tanıdığın birilərinin enerjisi sizi elə bir sıxır. Bir şeydən ümidini kəsmirsən elə bir. İstədiyin şeylər gəlmir, olmur. Biraz ağırlıq, biraz özünü geriyə qoyursan. Elə bir eyni yerdə, durduğun yerdə, sadaladığın yerdə sayırsan elə bir. Yolun bağlıdır bəzilərinizin. İş xəbəri gözləyirsiniz çoxdan, bəlkə də bəzilərinizə 20-sindən sonra iş xəbəri gələ bilər. Maddiyyatla ödəmələr, verilən sözlər, üzləşmələr ola biləcək. Bir değişim, bir düzən. Bax, qismət qapıları açılır. Həyat yoldaşın varsa, gah kefi yaxşı olur, gah kefi pozulur. Biraz da soyuqluq var evdə. Biraz da ona qarşı şübhələrim var əzizim. Biraz şübhələrim var içində. Bax, bu iyun aylarında əmək verdiyin gözəl, olumlu gəlişmələri də ola biləcək. Əmək verdiyin nəticəsini də görəcəksən. Evin içində, ailə içində tanıdığın ola bilər. Hər kəsi borca soxan biriləri, sürəkli eyni yükü başqalarına elə bir daşıdan, bir çox insanın haqqını yiyən biriləri var. Adında A, H, S, Ş hərfi də ola bilər. Amma artıq qurduğu düzən getməyəcək. İstədiyi kimi olmayacaq. Çünki ailədə səssiz qalan insanlar belə gerçəkləri görməyə başlayıb danlayıcılar. Yorucu dönəmlərin ardından biraz geri çəkilirsiniz. Özünüzə vaxt ayırmaq istəyirsiniz. Huzur axtarırsınız.
Bəziniz torpaqla məşğul olmaqla, ev dəyişimi etməklə kiçik yeniliklər ruhuna xoş gələcək. İçin fərəhlənəcək. Bax, əməyinin qarşılığını gecikməli olsa da almağa başlayacaqsan. Bax, qonaqların anidən ola bilər. 10-15 gün içində qulağına bir söz gəlib çata bilər. Bu sözdən sıxıla bilərsən. Nə edim, necə edim, biraz qırıla da bilərsən. Biraz kəşkilərin var, peşmançılıqların var. Kainat sənə qapıları açır. 3 ayın içində gözəl addımlar atacaqsan. Duyğusal anların başlaya bilər. Ailə içində bir paylaşma, bəlkə də mirasdır, bəlkə də valideynindən qalma mirasdırsa da biraz söz söhbətli miras ola bilər. Qohumdan sizdən çox bəzi şeyləri gözləyirlər. 20 gün sonra bir yola çıxmağı düşünürsən. Zənglə sizi axtaran ola biləcək. Çox şeyləri dərd edib içinə attın. Bir şey itirməkdən içində qorxu var sənin. Bax, biraz övladınızla aranızda üzüntü, bəlkə də anlaşmamazlıqlar, ya həyat yoldaşla, ya ailədən birilərlə bəzi anlaşmamazlıqlar ortadan gedəcək. Evin içində qaynanadımı, qaynatadımı, baldızdımı, birilərlə, həyat yoldaşının ailəsi tərəfindən aranda biraz inciklik, soyuqluq. Bir də evdə biriləri çox dırdır edir, əldən simic, hər sözü sözləyən, hər işvə qarışan biriləri artıq ondan yorulmuşsunuz. Uzaqlaşacaqsınız. Z hərfi biriləri. İnşallah ki, istədiyiniz murada çatacaqsınız. Birilərlə görüşünüz ola biləcək, söhbətiniz ola biləcək. Təyyarə ilə biriləri harasa uçacaq, yəni yolu var və ya təyyarə ilə sizin qonağınız ola biləcək. Sizə səbir gəlir əzizim. Bəzi işlərdə səbirli olun. Çox işlərinizə tələsməyin. Tələsik addımlar ata bilərsiniz. Bəzən çox tələsirsiniz. Əliniz açıq, ürəyiniz açıq, amma maskalı insanları həyatınızdan çıxaracaqsınız. 2 nəfərin maskası üzündən düşərək onları tanıyacaqsınız əzizim. Bax, H hərfi bir niyyətin var. O diləyin bir niyyətin ola biləcək. Biriniz musiqi ilə ya rəsmlə məşğul olacaqsınızsa, ya olursunuzsa, incəsənətlə irəliyə gedənlərdən biri olacaq inşallah. Yüksəlişi var, burada çıxır. Toylara, nişana dəvət olunacaqsınız. Bir ad günü, ailədən birilərinin bir sürpriz bir ad günü keçirmək istəyəcəksiniz. Övladınız, bax, bəzinizin övladının bir alışqanlığı var. O alışqanlığını atmağını çox istəyirsiniz. Çox əziyyət çəkdiniz. Hətta rəfiqəndən, dostundan belə zərbə aldın. Çox insanın zərbəsini gördün. Ürəyin acıları var. Artıq o acıları silmək istəyirsən. Artıq rahat nəfəs alaraq yeni başlanğıclar edəcəksən əzizim. Noyabr ayında bir sevincin ola biləcək. Bir də 27-ci ilin mart ayında bir işin alınacaq əzizim. Buna bir çox sevinəcəksən. Bir rəfiqəndən, bir dostundan bu yaxınlarda aranda bir mübahisə ola bilər. Ona da diqqət et. Diqqətinizə görə var olun, sağ olun əzizlər.